radyosu senin benim bizim harayımızdır. Harayımıza haray olun, Haray Radyo Türk'ün harayıdır. Bura Haray Radyosudur. Haray Radyosu bütün baxışlara açıqdır. Mən Turanam. Siz İran türklərinin harayına qulaq asırsınız. Masqalilər İranda, Yeni İranın oyuncuları. Bu yazının yazanı Doktor Əsəd Təqizadədir. İranda iki maskalı qrupun başçılarını və köklərini tanıyaq. A. Pan-İranist və pan-farsçı qrup. 2. Vətənpərvərlik, ərazi bütövlüyü və milli mənafelər maskası ilə çıxış edir, amma əslində müstəmləkəçilər tərəfindən yaradılıb və onların mənafeləri üçün fəaliyyət göstərir. B. Pan-şiəçiliyi maska kimi istifadə edən bir qrup ki, əslində müstəmləkəçilik maraqlarını təmin edir. Belə ki, Qarabağ müharibəsində xristian erməni tərəfini dəstəkləyib, şiə türklərə qarşı mövqe tutur. Bu yazıda əsasən birinci qrup araşdırılır, daha mürəkkəb olan ikinci qrupsa növbəti yazıda araşdırılacaq. İranda tarix yazımı və kimlik formalaşdırılması təbii və milli proses deyil, müstəmləkəçi bir layihə olmuşdu. Panfarsizmə, yəni əsl farslara yox, tarix və kimlik yaradan ilk şəxs İngiltərə müstəmləkəçiliyinin Şərqi Hindistan şirkətinin generalı və rəhbəri Sir John Malcolm idi. O, Pakistan və Əfqanistanı İranın tərkibindən ayırıb, şirkətin müstəmləkə ərazisinə batdı və tiryaq qaçırmalından əldə olunan gəlirlə ilk Persiya tarixi kitabını Bombeydə yazıb çap etdirdi. Bu tiryaq mafiyasının başçısı və Hind parsilərlə birlikdə tiryaq savaşında rol oynayan şəxs İranın böyük parçalanmasına, yəni Əfqanistanın və Pakistanın ayrılmasına səbəb olmuş və panfarsların mənəvi atası sayılır. O, uydurmalarla dolu 1000 səhifəlik Persiya tarixi adlı ilk farsça tərcümə olunan ingiliscə kitabı yazaraq panfarsçı xülyaları həm İranda, həm də dünyada rəsmi hala gətirdi. Sonralar bu kitabın qaynaqları saxta və tarixi dəyərsiz olduğu sübut olundu. Amma bu saxtakarlıqlara əsaslanan xülyalar davam etdi və bu layihə üçün böyük sərmayələr yatırıldı. Sir John Malcolm Firdosinin Şahnaməsini etibarlı tarixi mənbə kimi təqdim etdi və daha betəri, Hindistanda naməlum bir dildə yazıldığı güman edilən və digər uydurma azərkəvani əsərlərlə birlikdə Dəsatiri Əsmani adlı saxta kitabı tarixi mənbə statusu verdi və bu düşüncələri həm İranda, həm də dünyada tanıtdı. Beləcə bu şəxs müstəmləkəçiliyin başçısı, tiryaq mafiyasının rəhbəri, İranı parçalaya-parçalaya aparan şəxs olmaqla yanaşı, panfarsizmin və İran şəhərçiliyin də mənəvi atası oldu. Bu kitabı bütün səfirliklərə və dövlətlərə göndərdi və İran tarixinin bu versiyasını dünya səviyyəsində rəsmi etdi. Harayımızdır, harayımıza haray olun, Haray Radyo Türk'ün harayıdır. Panfarsizmin və İran şəhərçiliyin digər mənəvi ataları. Sir William Jones, Hindistanda Şərqi Hindistan şirkətinin hakimi və əməkdaşı olub və Hind-Avropa dil nəzəriyyəsinin əsasını qoymuşdu. Bu nəzəriyyə sonradan farsların və bölgədəki bəzi xalqların ari olduğu xülyasına gətirib çıxardı. O, fars dilinin ilk qrammatikasını yazıb çap etdirdi. Bir neçə farsça kitab da onun əsərləri arasındadır. Jones Dəsatiri Əsmani saxta kitabının tarixi sənət kimi qəbul edilməsində israrlı idi və bu kitabın həm ingiliscəyə, həm də farsçaya tərcümə olunmasına nail oldu ki, bu da bu düşüncələrin yayılmasına səbəb oldu. Firdosinin qəbrini tapmaq üçün şirkət Bombeydən William Fraser'i İrana göndərdi.
Digərləri isə Londonda və Moskvada fəaliyyət göstərdi. Şərqi Hindistan şirkəti 1601-ci ildə Bəhrəyə, yəni Hindistana ticarət üçün qurulmuşdu, amma sonradan dünyadakı ilk narkotik və qal mafiyasına və ən böyük müstəmləkəçi gücə çevrildi. İranın tarixi və kimliyini formalaşdırmaq üçün çoxlu səy və sərmayə sərf etdilər. Başqa bir misal. Panfarsizmə tarix və kimlik yaradan İngiltərə generalı Sir Percy Sykes Birinci Dünya müharibəsindən əvvəl İranı işğal etmişdi və işğal etdiyi ölkə üçün 2 cildlik Persiya tarixi adlı kitab yazdı. İranda fars kimliyi və tarix mühəndisliyi zamanı bu işdə yalnız İngiltərə müstəmləkəçiliyi iştirak etmədi. Fransa müstəmləkəçiliyi də diplomat Arthur de Gobineau vasitəsilə İran üçün tarix kitabı yazdı. Gobineau nasizmin banisi sayılır və Hitleri də təsirləndirmişdi. Bu tip onlarla başqa misal da var, amma mətni uzatmamaq üçün sadalanmır. Berlin dairəsi də nasist düşüncəli Almaniya, Fransa masonçuluğu və digər Avropa ölkələri ilə bu layihəni tamamlamaq üçün birgə hərəkət etdi. Bugün bu müstəmləkəçilik layihəsinin davamçıları, yəni panfarslar, vətənpərvərlik maskası taxaraq vətən və ərazi bütövlüyünü müdafiə etdiklərini iddia edirlər. Amma bu ərazini İngiltərə və Rus müstəmləkəçiliyinə qarşı qoruyan yerli xalqları, yəni xüsusilə türkləri, yad və düşmən adlandırır və alçaldırlar. Bəs niyə müstəmləkəçilik İran tarixini və fars kimliyini bu şəkildə mühəndis etdi? İngiltərə Şərqi Hindistan şirkəti fars dilini, ki Hindistanda poeziya dili idi və türklərlə və bölgədəki xalqlarla düşmənlik etmədiyi üçün böyük Moğullar və Babürlər tərəfindən dəstəklənmişdi, məhv etdi. Onun əvəzinə İranda irqçi, arici və qonşu düşməni fars dili və kimliyi təlqin etdi. Buna görə də bu yeni kimlik və dili postkolonial fars dili və kimliyi adlandırmaq olar. Bu irqçi və düşmən fars kimliyi İranda tətbiq olundu ki, bölgədə qarşıdurma yaratsın və xüsusilə müstəmləkəyə qarşı duran türkləri zəiflətsin. Sonralar Yaxın Şərq Dünya Enerji Mərkəzinə çevriləndə və bu bölgə birləşib müstəmləkə şəbəkəsinə təhlükə yarada biləcəyi zaman, demokratiyanın, birliyin və sabitliyin qarşısını almaq bu şəbəkənin strategiyası oldu. Bu məqsədlə ifrat millətçilik, yəni aricilik və sair və siyasi dini fanatizm, yəni şiəlik, sünnilik, yahudilik və xaçpərəstlik alət kimi istifadə olundu. Xatırlatmaq lazımdır ki, müstəmləkəçilik və imperializm şəbəkəsi əvvəlcədən birgə səhmdar şirkət, yəni məsələn Şərqi Hindistan şirkəti şəklində olub, dövlət və ya xalq səviyyəsində deyil. Halbuki bu şirkətlər kolonializmi İngiltərə dövləti və xalqı adından həyata keçirirdilər. Amma müstəmləkələrdən oğurlanan sərvət şirkət sahibləri və onların ortaqları arasında bölüşdürüldü və İngiltərə xalqı bundan pay almadı. Ona görə də 1800-cü illərdə müstəmləkələrdən Londona axan sərvətlərə baxmayaraq, London xalqı kasıblıqda içində yaşayırdı. Harayımızı senin benim bizim harayımızdır. Harayımıza haray olun. Haray Radyo Türk'ün harayıdır. Bu sərvət və bilgi toplumu sənaye inqilabını Londonda mümkün etdi. Fabriklərin açılması ilə İngiltərə fəhlələri də müstəmləkə fəhlələri kimi istismar olunurdu. Bu sərvət birləşməsi müstəmləkə şirkətlərinin qərb hökumətləri üzərində hökmranlıq etməsinə gətirib çıxardı. Kölgə hökumət, yəni Deep State gətirib çıxardı. Qərb hökumətləri və xalqları bu şəbəkənin mənafeyi üçün alətə çevrildi. Amma sanki elə təqdim olunur ki, qərb xalqları və dövlətləri kolonializmin əsas səbəbkarlarıdır. Halbuki kolonializmin gəlirindən yalnız Qərbin 1% əhalisi faydalanıb, qalan 99%, hətta Qərb hökumətləri belə bu şəbəkəyə borclu və tabe olmuşdular. Beləliklə, yalnız Şərq və Cənub xalqları yox, Qərbin demokratik xalqları və dövlətləri də bu kolonial şəbəkənin müstəmləkələri olmuşdu. Bugün bu kolonial şəbəkə böyük banklar və özəl mərkəzi banklar vasitəsilə dayaqsız pul, xüsusilə dollar çap edərək xalqları və hökumətləri borclandırıb idarə edir. Buna yeni müstəmləkəçilik, yəni New Colonialism və ya modern köləlik də deyilir.
Bu kolonyal şəbəkə türkləri öz yayılmasının qarşısında maneə gördü. Çünki dünyanın ürəyində, yəni Hörçlənddə türklər hakim idi və buranı müstəmləkəçilərdən qoruyurdu. Demək olar ki, Mərakeşdən Bangladeşə qədər, Moskvaya yaxın yerlərdən Afrika buynuzuna, Balkanlardan Çinə qədər olan ərazilərdə türklər hakim idi və buranı müstəmləkəçiliyə qarşı müdafiə edirdi. Daha ədalətli və qeyri-müstəmləkəçi bir şərq qloballaşması ki, türklər onu aparırdı, Qərbin Makiavelist müstəmləkəçilik qloballaşması ilə ziddiyyət təşkil edirdi. Təəssüf ki, Makiavelist məktəbi qalib gəldi. Bu səbəbdən kolonial şəbəkə türklüklə mübarizə aparmağa başladı. Çünki türklük yalnız etnik deyil, eyni zamanda şərq məktəbinin simvolu və müstəmləkəçiliyə qarşı mübarizənin bayraqdarı idi. Bu səbəblərdən də bugün hələ də türklük birliyi ideyası kolonial güclər tərəfindən təhlükə kimi dəyərləndirilir və pan-türkizmdən qorxurlar. Halbuki digər etnik birliklər, yəni Ərəb birliyi, regional birliklər, Avropa ittifaqları, Uzaq Şərq ittifaqları, dini birliklər, yəni İslam Əməkdaşlıq Təşkilatı bu qədər müqavimətə rast gəlmir. Amma türklük hələ də açıq atış altındadır. Səbəbsiz deyil ki, dünyanın bir çox ölkəsinin adı etnik məna daşıyır, amma yalnız Türkiyə adı kolonial güclərin etirazına səbəb olur. Çünki özləri bilməsə belə, kolonial güclər türklüyün anti-kolonial tarixi rolunun fərqindədirlər. Sonda xatırladaq ki, səsimiz hüququmuzdur. Haqqın və ədalətin yanında olan hər kəsin səsini çatdırmaq bizim borcumuzdur. Harayla qalın, haqqın yanında olun. Mən Turan, Haray Radiosu üçün. Haray Radiosu senin benim bizim harayımızdır. Harayımıza haray olun. Haray Radyo Türk'ün harayıdır.